Fələstinin tədricən işğalı Cümhuriyyət dönəmi qəzetlərində belə işıqlandırılmışdı. Türklərdən alınıb kəndilərinə veriləcək ərzi Fələstində dəmir yollar inşa etmək üçün Kiyev şəhərindəki yəhudilər başda olmaq üzrə 50 milyonluq bir şirkət təsis etmişlərdir. Bu şirkət eyni zamanda həm Fələstinə, həm Amerikaya mühəndislər də göndərmişlərdir. Fələstinə yollanan mühəndislər inşa olunacaq yolların planını çəkəcəklər. Amerikaya gedən mühəndislər isə Fələstində inşa olunacaq dəmir yollarına lazım olan bütün alət və ədəvatı alıb gətirəcəklərdir. Yəhudilər bu şirkətdən əlavə nəşriyyat şirkəti də təsis edib lazımi yerlərə müraciət etmişlərdir. Evet, Fələstində hənuz heç bir hökumət idarələri olmayan və əqəlliyyəti, yəni azlığı təşkil edən dünyanın hər bir məntəqəsinə yayılmış yəhudilər ərz-i mövudlarına, yəni vəd olunmuş torpaqlarına toplaşmazdan müəssisələrini hazırlayırlar. Mənbə 1918-1920-ci illərdə nəşr olunmuş Azərbaycan qəzetinin tam külliyyatı. Fevral 1919, səhifə 49.